Amerika və İsraili və onların müttəfiqlərini qorxudan 2 ərbəin və 40 mərasimi. Allahın salam olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. Əzadarlıqlarınız uca Allahın dərgahında qəbul olsun və inşallah ki, bu əzadarlıqlar bizi zuhura yetirən son əzadarlığımız olsun. İnşallah. Deməli, dəfələrlə dediyimiz kimi, oyun sona yaxınlaşdıqca və şeytanlardan, yəni daha doğrusu insanlardan və cinlərdən olan şeytanların nəfəsi müxtəlif sektorlarda sıxıldıqca, yeni rəhbərimizin İmam Seyyid Muştəba Xamneyə Həzrətlərinin buyurduğu kimi, nəfəsləri sayıldıqca təbii və normal reaksiya olaraq müxtəlif sektorlarda və əllərində olan müxtəlif satılmış dövlətlər vasitəsilə daha mürəkkəbləşən fitnələr düşünmək və planlar qurmaq arxasıcadılar. Amma Allahın bir planı var. Və məkəru və məkərəllah. Allah buyurur, onlar plan qurdu, Allahın da öz planı var ki, müxtəlif formalarda, ya möcüzə, ya müminlərin əli ilə azadlıq sevərlər və oyananların əli ilə, ya da elə qarşı tərəfin öz axmaqlığı vasitəsilə yerinə yetirir. Bizim toxunduğumuz mövzulardan biri də artıq təqribən hər sahədə məğlubiyyəti rəsmiləşən böyük şeytan Amerika sistemi ki, Siyonist lobbisi tərəfindən idarə olunur. Bu sistem demişdik ki, ya intihara cəhd eləməlidir ki, üzü o tərəfə sürətlə gedir və müzakirə adlandırdıqları, amma əvvəlki qərbi yönümlü bunlarla müzakirə edən tayfanı nəzərdə tutub İran daxilində onların qalıntılarından sui-istifadə edərək müzakirə adlandırdıqları bu prosesdə bəndlərin arasında oynayaraq vaxtı uzatmağa çalışacaq idi. Bundan danışırdıq. Əgər bacarmasa intihara cəhd etməsindən danışırdıq. Amma bugün mən keçən çıxış yadınızda varsa, səhv eləmirəmsə, keçən proqramda bunu qeyd etdim. Bir nöqtəyə toxundum ki, qarşıdakı 2 həftə ərzində həm İranın daxilində əllərində material qalan, belə deyək, əllərində qalan çox az həcmdə materialdan istifadə edib, həm İran daxilindəki xalqın xiyabanlardakı gücünü qıraraq, İranın qüdrət komponentlərini təşkil edən qüdrət üçbucağını sındırmağa çalışacaqlar. Dövlət rəsmiləri arasında bir bucaq bu idi, xalq və meydan, yəni döyüş meydanı, silahlı qüvvələr arasında buna daha çox güc verəcəklər. Az sayda qalan qərb meylilər və bir məhdud sayda olan keçən səfər barəsində danışdığımız vilayətdən və inqilabdan danışıb, amma inqilab rəhbərinin özlərinə sərf edən sözlərini götürüb, bir çox sözlərini qulaq ardına vuranlardan sui-istifadə etməyə çalışacaqlar. Bundan danışırdıq. Amma bugün əvvəldə qeyd etdiyim məsələyə qayıtmaq istəyirəm. 2 ərbəyinin qorxusu var Amerikada. Ümumiyyətlə, Amerika və İsrail bir çox sahədə, məxsusən 2-3 sahədə bu dəqiqə həddən çox qorxur. Biri jeopolitik qorxudur, bunların canına düşüb ki, bugünkü
imzalanan müqavilənin bəndlərindəki oynamaq istədikləri oyun və media propagandaları buna əsaslanır. Biri hərbi arenadır və bütün bunların kökünü təşkil edən və dəfələrlə dediyimiz kimi prinsipial ideoloji qorxudur. İki ərbəyinin ortasındakı qorxu, bunlarda bu üçüdür, məxsusən də bunların kökü olan ideoloji və prinsipial müqavimət. Ki, bu müqavimət rəhbərin və İran xalqının və bütün müqavimət cəbhəsinə getdikcə daha çox qoşulan xalqların nəzarəti altında həm silahlı qüvvələrdə bir bucaqda, həm diplomatik arenada izlənilir bu xalqlar və rəhbər tərəfindən. Həm də ki, xalq özü meydandadır, həm İranda, həm digər bəzi yerlərdə. Bu üç qorxu, hərbi, jeopolitik və ideoloji. Jeopolitik baxımdan bunlar, bu dəqiqə gedən oyun jeopolitik baxımdan budur. Bu iki tərəf arasında imzalanan memorandumda rəhbərin məxsusi nəzarəti ilə də düzəlişlər olan bəndlərdə, düzdür, bizim nəzərimizdə də əskiliklər var buna. Rəhbərin Sepah'dakı nümayəndəsi də toxundu dünən Yasir Ağacın verdiyi bəyaniyəsində. Amma nəzarət və rəhbərin və xalqın bu memorandumun 14 bəndinə nəzarətində iki bənd var. Bunları çox qorxudur. Üçdür, amma ikisi əsasdır. Niyə? Dediyimiz kimi jeopolitik zərbədir bu iki bənd bunlara. Biri, ən birinci bənddir. Livan da daxil olmaqla, məxsusən Livan da daxil olmaqla, bütün cəbhələrdə tamamilə hərbi əməliyyatlar dayanmalıdır və Livan tamamilə ərazi bütövlüyünə qayıtmalıdır. Bu digər bəndlərə də niyə görə bu bəndlər jeopolitik baxımdan bunları qorxudur? Bir, Livandan siyonist rejim, yəni Amerikanın quduz itinin çıxması, bunların aləmində qorxduqları Şiə hilalının qurulmasında strateji baxımdan böyük rol oynayacaq. Belə olan halda siyonist rejim keçən səfərdə dediyimiz kimi şimaldan sıxılacaq, cənubda üç bağlı qutudan ikisi qeyd etmişik dəfələrlə, Yəmən və Yardan çayının qərb sahilləri məsələsi var. Qərbdə Qəzzəni işğal edə bilməyiblər ki, Aralıq dənizinə çıxışdı, Qəzzə problemi var. Şərqə bir ümidləri var, Suriya, orada da şəhid rəhbərimizin təhlil etdiyimiz bir çıxışı var idi ki, yadınızda varsa Suriya cavanlarının əli ilə düşmənlər oradan çıxacaq. Və bugün Suriya cavanları da artıq İsrail ilə baş-başa qoyur Suriyada. Amma bunların hamısının əsası Livandır. Nə üçün? Dediyimiz kimi biri bu strateji məsələ. İki, Livan, fikir verin Livan bağlayır işğal olunmuş torpaqların üzərini, xəritədə baxsaz. Onun bir tərəfi də gedir Suriya ilə sərhəd. Suriya həm Fələstinlə, həm Livanın yuxarısından gəlir sərhəddir ki, Türkiyə və Livanın arasında. O tərəfi Livan müstəqilliyinə qovuşsa, birinci dediyimiz strateji sıxılmadan əlavə, Quduz itin sıxılmasından əlavə, Suriyada da hərəkət məhdudlaşa bilər. Hizbullahın və onun arxasında dayanan xalqın qüvvələri Livan hökumətinin ən azı legitimliyini ortadan salıb, xalqa dair qüvvələr güclənsə, Suriyanın Livanla yuxarıdakı sərhəddində də problemlər olar. Oradan gələn sərhəd laziqiyyə filan Ələvi bölgələri canlana bilər. Beləliklə Livan ikinci strateji zərbəni İsrailə bu cür vura bilər. Suriyada da yaralana bilər. Ona görədir, bir səbəbi də budur ki, Suriyaya basqın edir İsrail, amma rəhbərin buyurduğu cavan qüvvələr görünür Suriyada.
Livanın üçüncü bəlkə də bütün bu dediyim bu ikisini də əhatə edən ən önəmli bu razılaşmada, memorandumdakı birinci bənddə xüsusi qeyd olunması ərazi bütövlüyünün əhəmiyyəti nədir? Müstəsna əhəmiyyəti. Üçüncü, bütün cəbhələrdə müqavimət cəbhəsinin İranın müttəfiqləri olaraq ilk dəfə yeni tənlik olaraq söz sahibi olmağı, Qərbi Asiyada satılmış ərəb ölkələri və məxsusən hakimiyyətləri və bir sıra dırnaqarası müsəlman hakimiyyətlərin əli ilə indiyə qədər Siyonist rejim Amerikanın Quduzuti və ən böyük bazası olaraq fəsad yaradıb Amerikanın buradan bəhrələnməyinə səbəb olurdu və təbii göstərirdilər bu fəsadı. İbrahim əhdnaməsini niyə imzalatdırmaq istəyirdi bu satılmış ərəblərlə? Amerika bəhanə bunu edirdi. Hizbullah kimi, İraqdakı müqavimət qüvvələri kimi, Yəmən kimi xalqların arasından çıxan qüvvələri qeyri-rəsmi göstərib, qeyri-legitim göstərib dünya arenasında absurd təşkilatlarla dünya BMT filan Siyonizmin qurduğu təşkilatlar vasitəsilə istədiklərini edirlər Qərbi Asiyada. Satılmış ərəblər və digər satılmış müsəlman ölkələri və liderlərinin vasitəsilə legitimlik qazandırırdılar özlərinə, müttəfiqi, rəsmi BMT-də, BMT-nin Təhlükəsizlik Şurası və harda istəyirdilər, veto edirdilər. Bu ərəblər də bu müsəlman hakimiyyətləri də düşmüşdü onların dalıca. Amma Livanın məxsusi qeyd olunmasıyla və bugün İraqdakı zahirən gələn bu Əli Əz-Zeydinin baş nazir kimi gəlməsi ilə İranla münasibətlərin daha da qüdrətlənməsi, bunların xəritəyə baxın, yenə də deyirəm, bayaqçı strateji əhəmiyyətindən əlavə bunların qorxduğu Şiə hilalının Livandan başlayaraq İraq, İran və Əfqanistana tərəf uzanması bunları qorxudur və Livan məsələsinin memorandumda məxsusi qeyd olunması illər boyu, 10 illiklər boyu bunların özünü absurd dünya təşkilatları fonunda satılmış müsəlman hakimiyyətləri vasitəsilə Qərbi Asiyada, yaxın şərq dedikləri məntəqədə özünü legitim sayıb bu müqavimət dəstələrini xalqlardan çıxmış həqiqi azadlıq sevərləri, zülmə qarşı olanları qeyri-legitim göstərirdilər. Amma bu memorandumda və bu döyüşdən sonra imzalanan bu memorandumun birinci bəndində Livanın cəbhəsinin məxsusu göstərilməsi legitimlik qazandırdı. Onların hətta öz absurd beynəlxalq qurumları da bunu məcbur oldu. Amerika qəbul edirsə, razılaşma bəndi olaraq əməl edəcək, etməyəcək ayrı söhbətdir ki, etmir və etməyəcək də biz bilirik. Amma bunun dünya arenasında yeni tənlik olaraq oturulması Livanı bunlar üçün həddən çox böyük jeopolitik təhlükəyə çevirir. Bayaq dediyim iki strateji əhəmiyyətdən əlavə. Bu da üçüncüsü, bunların hamısını əhatə edilir. Bunların ən azı Livan və legitimləşmiş müqavimət, bir parça müqavimət, vahid bir qüdrət müqavimət və müttəfiq olaraq tanınmasının qədər əhəmiyyətli olan, ən azı bu qədər əhəmiyyətli olan ikinci məsələ. Memorandumda da qeyd olunan Hörmüz məsələsi. Hörmüz. Ən azı bu qədər əhəmiyyətlidir. Niyə? Hörmüz boğazının gedin, xəritədə bir daha baxın, coğrafi mövqeyinə və oradan bilinəcək nə dərəcədə jeopolitik əhəmiyyəti var. Hörmüz boğazı dünyada 7 dənə strateji su yollarından birinci ən əhəmiyyətlisidir. Həm coğrafi, həm jeopolitik baxımdan dünyanın mərkəzidir. Şərqi qərbə, qərbi şərqə, şimalı cünubu. Bunlar ümumi bu əhəmiyyəti var. Ki oradan keçən malları da saymışıq. Kənd təsərrüfatından tutun, neft, qazdan tutun, enerji və s. Və digər nadir kimyəvi məhsullar. Bir bu baxımdan. Bir də gedin onun coğrafiyasına baxın. Hansı yolları neytrallaşdırır?
və onu da qoyanda Babülməndəb ki, İran və müttəfiqlərinə aiddir. Yəmənin aiddir, Yəmənin nəzarətindədir. Ki, hələ Babülməndəb kartını ortaya çıxartmayıblar. Hörmüz boğazı bir sözlə jeopolitik baxımdan İranın əlində olması şərqli qərbli, bugün xüsusi mənada Amerika və müttəfiqlərinin boğazının, xirtdəyinin İranın əlində olmasıdır. Və bunun nəzarətlə möhkəm üzərində durulması və əyri addım atılan kimi, İranın dediyi qanunlardan kənara çıxan kimi, hətta Oman bəzən ki, İranla müttəfiqlik edir, laxlayan kimi İranın verilən alternativ yolları, təhlükəsizliyini pozması, onları vurması, bugün Amerikanın ikinci axsayan yeridir. Livan və Hörmüz bəndləri. Bugün jeopolitik baxımdan bu ikisinin ətrafında manovr edir, digər bəndləri şişirdməklə. İranın blok edilmiş pullarını qaytaracaq, qaytarmayacaq, media propagandalar yaratsınlar. Dediyimiz kimi İran daxilində bəzi düşünməyən qüvvələri qaldırsınlar ki, xiyabanlardan xalqın arasında ixtilaf salsınlar, dövlət məmurlarına qarşı etimadsızlığı olsun filan, bəsmən bütün o biri maddələri fırlatmaqla bu ikisini İranın əlindən almaq istəyirlər və müttəfiqlərinin. Livan, yəni bütün müqavimət cəbhəsində məxsusən Livan və Hörmüz boğazı. Bunlar görür ki, bu tərsinə gedir. Bu jeopolitik qorxu bunlarda şiddətlənir. Və əvvəldə qeyd etdiyim 2 ərbəyin 40 mərasiminin arası bunları buna görə qorxudur, jeopolitik baxımdan. Niyə daha çox qorxurlar? Dedik, həm jeopolitik baxımdan qorxudur bu 2 ərbəyinin arası, həm hərbi. Çünki bunlar ikinci verdiyi ehtimal, baxın, İsrail özünü öldürür. İran bugün vura bilər, sabah vura bilər, bəhanə eləyir. Qızışdırıcı addımlar atır Livan, artıq Beyrutun üstündə dronlar uçurdur, güya kəşfiyyat adıyla mümkündür. Mümkündür bu yaxın günlərdə Beyruta da cəsarət eləsin İsrail. Və İranın daxilində olan müxtəlif qüvvələr, müxtəlif fikirlərdən özlərini öldürəcəklər, istifadə eləsinlər. Qayıdıram əvvələ. Niyə 2 həftə sonraya demişdim keçən proqramda? Çünki şəhid rəhbərin cənazə mərasimi var və dəfn mərasimi var. O vaxtdan hesablasaq, bugün 10 gün qalıb. Hardasa iyulun 3-dən 10-u arasıdır təqribən, 1 həftə. Təqribən bir həftə 10 gün arası vaxt qalıb ora qədər. Bunlar hesablayırlar ki, görünən budur. Jeopolitik baxımdan Hörmüz və Livan cəbhəsini, gətirdiyi Livanın satılmış hakimiyyətini, Amerika danışıqları və Livan hökumətləri danışığını alternativ qoymaq istədiyi İranla imzalanan müqavilədəki Livan ərazi bütövlüyü bəndinin qarşısında bir paralel qoymaq istədik ki, diqqətləri oradan yayındıraq, Hizbullahı yenə pis göstərək. Amma Hizbullahın arxasında dayanan və getdikcə artan Livan xalqı küçələrə töküldü. Aləmi vurdular bir-birinə. Bunlar baxır ki, fikirləşirlər ki, bu 2 jeopolitik həmləni edə bilməmişik hələ də. İran bunların düşüncəsində və görünən budur. İran cənazə mərasimi keçirdəcək, 1 həftə 10 gün sonra başlayacaq, 1 həftədə çəkəcək. Sanki görünən budur ki, bu jeopolitik həmləni yerinə yetirmək üçün və İranı tələsdirmək üçün ki, qıcıqlandırıcı hərəkətlər edək, təşyin cənazə mərasiminə qədər, bir daşla 2 quş vuraq. Cənazə mərasimini də gecikdirək, burada ixtilaf çoxalsın, cənazə mərasiminin gecikdiyinə görə. Biz qıcıqlandırıcı hərəkət etdikcə İranın daxilindəki xiyabanlarda çıxan xalqın arasında ixtilaf düşsün və məmurlara qarşı daha böyük dalğa başlasın ki, bəs Livan birinci şərt deyildi. Bunlar Livanda gündə, Livanın cənubunda deyirlər, çıxmayacaq. Hər gün qıcıqlandırıcı bəyanat verirlər.
Beyrutun da üstündə dron uçuzdururlar. Dövlət satqın çıxdı filan, bu ixtilaflar içəridə düşsün. Həm içəridə, həm inqilabı dəstəkləyən digər millətlərin arasında ümid azalsın. Bu bir daşla vuracaqları birinci quşdur. İkinci də İran bu ictimai rəy həm müqavimət cəbhəsinə könül verənlərdə, həm İran daxilindəki xalqda formalaşanda bu təzyiq olsun. İranın yuxarı nizamın sistemlərindəki qərar verən fikir otaqlarında təzyiq yaransın və hesablanmamış addım atsın İran. Çünki bunlar əvvəldə dediyim məsələdən pis qorxurlar. Cənazə mərasimi İran bütün xalqı, fərqi yoxdur və bütün müqavimət millətləri, bölgə xalqları cənazə mərasimin, bu rəhbərin şəhadətinə İmam Hüseynin şəhadətindən alınacaq intiqam kimi baxırlar. Hüseynin balası Seyyid Əli Hüseyni Xameneyinin qanına o cür baxılır. Hər kəs o cür baxır. Bu rəhbərin gecikmiş bir növ 40 mərasimidir müxtəlif səbəblərə görə. Bu cənazə mərasimində bunların indiyə qədər İran daxilindəki ifratçı və təfritçi qüvvələrdən, məhdud sayda olan qüvvələrdən sui-istifadə edərək fitnə çıxarmaq istədikləri ki, bu fitnələr var. Bu fitnəni bunlar deyir ki, Hüseynin balası Hüseyin Xameneyinin qanı cənazə mərasimi ki, bir həftə çəkəcək. Tehranda, bizim Qumda olacaq və Məşəddə də olacaq. Bu milyonlar, ən azı bir 40-50 milyon xəstələri filan nəzərə almasaq, töküləcək küçələrə bir daha indiyə qədər müzakirə adı ilə soyutduğumuz ab-ı havanı qızışdıracaq. Bu bir Ərbəyin 40 və bu 40 Ərbəyin mərasimindən sonra qızışan xalq gedəcək ikinci Ərbəyin, İmam Hüseynin Ərbəyinə. Təqribən bir 20 gün fasilə var ortada. Və bundan istifadə eləyəcək, ictimai vəhdətin daha da güclənməsindən istifadə eləyəcək İran cənazə mərasimindən Ərbəyinə qədər gedəcək məsafədə böyük ehtimalla böyük hədəfləri yerlə bir edəcək və İsrail burada məhvi təqribən reallaşacaq kimi hesablayırlar. Ona görə də cənazə mərasiminə qədər həm hərbi qorxuları, həm bu iki jeopolitik məsələ, Hörmüz və müqavimət cəbhəsinin birliyi və məxsusən də Livan məsələsi İranın xeyrinə həll olunmaq üzrədir və hərbi qorxu da İsrailin son cənazə mıxının vurulmasıdır deyə bu da dediyimiz üçüncü qorxudan qaynaqlanır, ideoloji və məzhəb qorxusu. Bu 2-40 Ərbəyin mərasiminin arasında ideoloji necə deyirlər, vulkan bu jeopolitik və hərbi vulkanı qarşı tərəfin üzərinə gətirəcək. Bunu sanki hesablayırlar. Ona görə də cənazə mərasiminə qədər hər oyundan çıxırlar. Həm İran daxilində hesabladıqları oyunla, həm xarici siyasətlərində hesabladıqları oyunla. Buna görə mən bayaq dedim ki, mümkündür cənazə mərasiminə qədər Beyruta da nəsə etsinlər. Görünən də budur. Ehtimal biz veririk ki, İran cənazə mərasimini gözləyir. Dediyimiz, necə onlar ehtimal verib qorxurlar, biz ehtimal veririk. Amma mümkündür də ayrı sürprizlər olsun ki, indi mən istəmirəm. Hansı mövqedən, istəyir jeopolitik baxımdan, istəyir hərbi baxımdan ki, bunlar qorxur dediyimiz qorxuları baxımdan, istəyir də ideoloji qorxuları baxımdan, mümkündür cənazə mərasiminə qədər bəzi məsələlər həll ola bilər. Bu da mümkündür. Onlar o tərəfə hesablayıb, ona görə cənazəyə qədər dəridən qabıqdan çıxırlar. Baxın, biz kanalımızda da paylaşırıq. Telegram kanalımızda da həmişə olduğu kimi linkini başlıq, adlıq bölməsində və kommentlər bölməsində pin edirik. Abunə olub paylaşa bilərsiniz. Orada da paylaşırıq. Hər gün qıcıqlandırıcı rəftar Livan məsələsində və Hörmüz məsələsində.
media propagandalarıyla Siyonist rejim Livan məsələsində, Amerika və Livan hökuməti Livan məsələsində və Amerika Hormuz məsələsində getdikcə lazımsız, belə baxanda ki, bu qıraqdan baxsan, analiz eləmək istəsən, deyirsən bu lazımsız, bu addımlar. Bunlar niyə qıcıqlandırır? Əcəli çatıb. Bəli, əcəli çatıb. Amma 2:40 mərasimi, Ərbəyin mərasiminin arasından bunlar çox qorxurlar. İdeoloji vulkanın qalxması və bundan qaynaqlanan jeopolitik Livan və Hormuz məsələsindəki son mıx və mismarın bunların tabutuna vurulması və hərbi mismarın bunların tabutuna vurulması. Məxsusən də Amerikanın təqribən bazası, salamat bazası qalmayıb. İsrail kimi ən böyük bazası və hətta Birləşmiş Ərəb Əmirlikləri hərbi baxımdan. Buna görə bəzən tərpənmələr hiss olunur Ermənistan və Amerika Azərbaycan tərəflərində. Rəsmi bir söz deyilmir. Çoxda. Amma dəfələrlə bizi izləyənlər bilir. Köhnə kanalımızda da, bağlanan kanalımızda, bu kanalımızda da dəfələrlə toxunmuşuq. Elə ki, Amerika bu tərəfdə, İranın qərbi ya bugün cənubunda sıxılır, Şimal Qafqaz tərəfdən yeni oyunlar qurmağa çalışırlar. Bəlkə də bu səbəbdəndir ki, bəli, həm İranın şimal-qərbində və qərb hissəsində Kürdistan iqlimi tərəfə, sərhədlərə, həm Azərbaycan şimal tərəfə, həm də mümkündür səhv eləmirəmsə cənub-şərq tərəfi də ola bilsin. Amma ümumiyyətlə sərhədlərinə İran, bugün Telegram kanalımızda da bunu da paylaşdıq, Müdafiə Nazirliyi bəyanat verdi ki, İranın yaşıl papaqlı, o xüsusi təyinatlılar, yaşıl papaqlı İslam rəmzidir. Xüsusi təyinatlarında yaşıl papaqlı. Çevik qüvvələri, xüsusi təyinatlı və sürətli zərbə indirən qüvvələri sərhədlərə yığılıb. Çünki İran bilir ki, Fars körfəzində dediyimiz bax bu qorxuları var onların. Və İranın qərb tərəfində, İraq və Livanda qorxuları var və nəfəsləri kəsilir. Cənazə mərasimindən Ərbəyinə qədər ki, məsafədə bunlar çox şey gözləyir. Halbuki Trump məqsədi bu idi ki, söhbəti uzada noyabra qədər aparsın və media propagandaları ilə də öz daxilinə də oynayaraq o konqresin seçkilərində qüdrətli ələ sahib olsun. Amma gördü ki, rəhbərlik və xalq İranda nəzarət edir və diplomatlar da bu nəzarətin nəticəsində imkan vermirlər ki, ayaqlarını o tərəf bu tərəfə qoysunlar. Amerika tərəfi. Meydanla sistematik əlaqələr var. Yəni döyüş meydanı ilə. Buna görə görünən budur. İndi gələn proqramda daha geniş toxunarıq Azərbaycanın daxili bəzi məsələlərinə də və Türkiyə məsələlərinə də. Amma əvvəllər çox toxunmuşuq. Azərbaycan alovu məsələsində toxunmuşuq. Görünən budur ki, bunlar mümkün də Türkiyə hakimiyyətini də, bayaq dediyimiz Livan, Suriya məsələlərində nəzər alaraq, Türkiyə məxsusən hakimiyyətini Qafqaz, Suriya məsələləri ilə oda çəkib İraqda bataqlığa salsınlar. Ki, Türkiyənin təəssüf ki, ölkə olaraq da bir daha ayıla bilməyəcəyi zərbənin altına qoya bilərlər. Çünki boğulanda bunlar ayağını kiminsə başına qoyub xilas olmaq istəyirlər. Halbuki nə ayağını başına qoyduqları xilas olacaq, nə də özləri. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.